بسم الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير السلام عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Bismillahirrahmanirrahim. Yadınızdadırsa qeyd elədim ki, intizar İmam Zaman Ağaya aid olmamışdan əvvəl özü bir irfani və insani anlayışdır. Yəni, hər kim İmam Zaman Ağanı gözləmək istəyirsə, intizar əhli olmaq istəyirsə, gərək əvvəl intizarın irfani anlayışını başa düşsün və dərk eləsin. Bu nə deməkdir? Yəni, insan ilk növbədə bunu başa düşməlidir ki, bu dünya ki orada yaşayır, insanın yaşadığı bu dünya insanın əsl məskəni, əsl yeri deyil. İnsan bu dünyaya müvəqqəti gəlib və əslində burada öz yerində deyil və öz vətəni axirətdir insanın. İnsan bunu başa düşəndən sonra bu dünyadan getməyi özünə nicat hesab eləyir, qurtuluş hesab eləyir. İnsan ki başa düşdü bura üçün yaranmayıb, onun əsl məskəni başqa yerdir, axirət aləmidir. Onu başa düşəndən sonra insan dünyada Allaha qovuşacağı günün intizarındadır, o günü gözləyir və o günü özü üçün qurtuluş hesab eləyir. O ki eşitmişsiniz Həzrət Əlinin başına qılınc dəyəndə, Əli əleyhissalam qılıncla vurulanda ilk sözü bu oldu ki, Fuztu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə qurtuldum, nicat tapdım. Bu əslində yaşayış fəlsəfəsini açıqlayır bu bir cümlə. Əlinin ölümə münasibəti yaşayış fəlsəfəsini açıqlayır ki, insan dünyada yaşadığı müddətdə həmişə o günün intizarında olmalıdır. Elə bil ki, bir adam səfərdədir, qürbətdədir, həmişə arzulayır vətənə dönsün. İnsanın dünyadakı vəziyyəti belə bir vəziyyətdir. İnsan bu dünyada qəribdir, öz vətənində deyil və arzulayır ki, nə zaman öz həqiqi vətənimə dönəcəm, o da ölümlə gerçəkləşir. Ona görə hədisdə var, Əd-dünya sicnul mümin, dünya müminin zindanıdır. Necə zindandan qurtuluşu adam səbirsizliklə gözləyir, insan hər an dünyadan qurtulmaq arzusu ilə yaşayır, onun intizarını çəkir. Əgər insan bu intizarı başa düşməsə, 12-ci imamın intizarını dərk eləyə bilməz ki, 12-ci imamı niyə gözləyirik biz? Bunu başa düşmədən onu başa düşmək mümkün deyil. Kim istəyir İmam Zaman intizarında olsun, gərək əvvəl bu dünyadan nicat tapmağın intizarında olsun.
İmam Zaman intizarı bu intizarın tərkib hissəsidir. İmam Rıza buyurur ki, mən zəkərəllah və ləm yəştəqi ilə liqaih ləqəd istəhzəə binəfsih. Buyurur, kim Allahı zikr eləyirsə, amma Allahla görüşməyi arzulamırsa özünü ələ salır. Çünki zikrin mənası budur ki, insan sevdiyi Allahını yad eləməklə dünyada ayrılıq dərdini yüngülləşdirir, onu yadına salır. Kim Allahı zikr eləyirsə, o Allaha qovuşmaq arzusunda olmalıdır. İnsan ölümünü gözləməsə, ölümün intizarında olmasa İmam Zaman intizarında ola bilməz. Dünyapərəst adam, dünyaya çox bağlı adam heç vaxt İmam Zaman intizarında ola bilməz. Yalan sözdür bu söz. Görürsən, bəzi insanlar öz yalan sözlərinə müxtəlif donlar giyindirib danışırlar. Görürsən, heç din başa düşməyib nədir, amma özünü elə göstərir ki, İmam Zaman eşqi ilə yaşayır. Bəzi insanlarda bu var. Yalanı bir cür gözəl sözlərlə bəziyir, elə bil hansısa bir qəliz, mürəkkəb fəlsəfədir, təqdim eləməyə çalışır. Amma baxırsan, görürsən ki, mahiyyətində yalan var. Bəzi tapmacalar olur. İnsan başa düşmür, elə bilir ki, nəsə içində bir xüsusi fəlsəfə var. Baxırsan, görürsən, yox. Bir nəfər zarafatca danışırdı, bir misal verdim. Dedim ki, 4 dənə qarışqa yol gedir, dostlarına deyib. 4 dənə qarışqa yol gedir, birinci qarışqa deyir ki, məndən sonra 3'ü gəlir. İkinci deyir ki, məndən sonra 2'si gəlir. Üçüncü qarışqa da deyir, məndən sonra 3'ü gəlir. Deyir, oturdular, başladılar baş sındırmağa. Axı, üçüncüdən sonra biri gəlməlidir, 4 dənədirsə. Bu deyir, 3'ü gəlir. Deyir, biri dedi ki, yəqin dövrə vururlar, o elə görür. Biri nəmnə, çox versiyalar dedilər, dedim, heç, sadədir cavabı. 3-cü qarışqa yalan deyir. Bəzi hallarda dünyada insanların danışdığı sözlər yalanı pərdələmək üçündür. Adama belə gözəl görünür. Nəsə hikmət axtarırsan, görürsən, yox. Dərinə gedəndə yalandır. Və İmam Zaman intizarı da bu mövzulardandır. İmam Zaman intizarını o adamlar çəkə bilər ki, həqiqətən də dünyaya gəlməyinin fəlsəfəsini başa düşür. Dünyanı keçici və bihudə bir yer bilir. Ən çox istədikləri adamlara imamlar şəhadət arzu eləyib. Əleyhissalamın ən yaxın dostlarını dua eləyəndə deyir, ilahi buna şəhidlik qismət elə. Deməli, bu dəyərli bir məsələdir ki, imam öz sevdiyinə bunu istəyir. İntizar bundan başlanır ki, insan dünyada özünü qərib bilsin. Və yadınızdadırsa, mən keçmişdəki bəhsləri danışıram, təzə söz danışmıram. Sual verdi ki, yaxşı, bu intizarın İmam Zamanla nə əlaqəsi var? İmam Zamanın gəlişi ilə, İmam Zamanı gözləməklə nə əlaqəsi var? Cavabım belə verdi, xatırlayırsınızsa. Dedi ki, biz insanlar bu dünyada yaşamağa rahat razı deyirdik. Biz Allah'a dedik ki, ilahi, bizə bu dünyada yaşamaq çətindir. Çünki bu dünya bizim üçündür. Biz istəyirik geniş bir aləmdə yaşayaq. Dünyada rahat razılaşmadıq yaşamağa. Allah'a şikayət elədik ki, bizi bu dünyaya niyə göndərirsən? Allah da bizə ürək dirək vermək üçün dedi ki, bilirəm sizin bu dünyada yaşamağınız çətindir. Çünki siz məndən ayrı yaşayırsınız. Dünya məndən ayrılıq məkanıdır. Amma bu dərdi sizə yüngülləşdirmək üçün sizin içinizdə bir nümayəndəm olacaq həmişə. Ya Peyğəmbər, ya imam. O mənim sifətlərimin güzgüsüdür sizin aranızda. Mənim qoxumu, iyimi ondan alacaqsınız. Onun sayəsində yaşayıb məndən ayrılıq dərdiniz biraz yüngülləşəcək. O Peyğəmbər, imam mənim xüsusiyyətlərimi cəm eləyəcək özündə. Və bu maddi dünyada yaşamağı sizə asanlaşdırmaq üçün həmişə sizin içinizdə bir Peyğəmbər ya imam olacaq. Ki sizə bu dərd yüngülləşsin. Yəni Allahın qərarı belə idi. Amma iş belə gətirdi ki, indi o imam ki bizə təsəlli idi, o da aramızda yoxdur. Dünyada yaşamaq dərdimiz 2 qat çətin olub. Bir dərd budur ki, biz bu dünyada yox, bu bir dərd. Bu dərddən imamlar, Peyğəmbər nalə eləyib ki, mən sənə qovuşmaq istəyirəm. Bir dərd budur ki, biz bu dünyada yox. İkinci dərd budur ki, bu dərdi bizə yüngülləşdirəcək imam qeybdədir, o da yoxdur aramızda. Ona görə biz bu dünyada yaşayan insanlar ki, qeybət dövründə yaşayırıq, bizim dərdimiz keçmişdəkilərin dərdindən 2 qat çoxdur. 2 qat artıqdır. Ona görə çətinləşib vəziyyət.
Ona görə bugün dindən biz ləzzət ala bilmirik. Dinin həqiqi mahiyyətini başa düşə bilmirik. Din bizə lazım olanı verə bilmir. Din nə üçündür? Din gəlib insanları zirvəyə çatdırmaq üçün. Din gəlməyib adamı günahdan qorumaq üçün. İndi iş belə gətirib ki, dinin əsas işi insanı günahdan qorumaq olub. İnsan bu din vasitəsilə günahdan özünü qoruyursa, deyib, böyük işdir bu. İş belə gətirib, vəziyyət belə qarışıb. Quran gəlib bizi zirvəyə qaldıra, amma Quran bizim üçün indi ona lazımdır ki, oxuyaq, bir təhər günahdan saxlasın bizi. Quran əsas işini görə bilmir. Din əsas işini görə bilmir bu zamanda. Əsas işini görə bilmir. İmam Hüseyin məclisi, Quran, namaz, oruc, həc, hamısı bizə nə üçün lazım olur ki, bir təhər bu şeylər əl-ələ verib bizi bu günah selinin qabağında saxlasınlar. Bir təhər bizi qoruya bilsinlər. Çünki mühit çox xarab olub dünyada. Ona görə də din gəlib öz minimum işini görür bizim içimizdə ki, bizi günahdan qoruyur. Amma dinin əsas funksiyası başqadır. Din gəlib insanı zirvəyə qaldırar. İmam Zaman dövründə din öz əsl funksiyasını yerinə yetirəcək. Din gəlib insanları ali dərəcələrə çatdıracaq. Bəs İmam Zaman dövrünün mübarizəsi nədir? Onda biz nəfsimizlə mübarizə aparmayacaq, mübarizə aparacaq. Amma o mübarizə da günahla mübarizə olmayacaq. Daha yaxşı iş görmək üçün mübarizə aparacaq. Çünki yaxşı iş o qədər çox olacaq ki, qiymətli iş görmək çətinləşəcək. O qədər ki, yaxşı iş çox olacaq, qiymətli iş görmək üçün biz zəhmət çəkməli olacaq. Bu yaxşıların içində lap yaxşısını eləyə bilərəm. O gün mən bir müsahibəyə baxırdım, ədəbiyyat mövzusundaydı, müsahibə verirdi bir nəfər. Deyirdi ki, totalitar rejimlər zamanında ki, qadağandır, düşüncəyə qadağa qoyulub, ifadə azadlığı yoxdur. Bir ədəbiyyatçı bir əsər yaza bilirsə, ortabab əsər. Ciddi səs-küyə səbəb ola bilir. Çünki yazmaq mümkündür, qadağa var. Odur ki, biraz elə fərqli bir şey yazdınsa, iz qoya bilirsən. Deyirəm, azad cəmiyyətlərdə ki, hər mövzuya toxunmaq azaddır, onda fərqli bir şey yazmaq çətin olur. Ədəbi mühitdə belədir. Elə bir şey yazasan ki, tutarlı bir şey olsun, azadlıq vaxtı çətindir. İmam Zaman dövründə də salih işlər o qədər çoxalacaq ki, elə bir iş görəsən ki, başqalarından seçiləsən, Allahın yanında daha əziz olasan, bu çətinləşəcək. İmam Zaman dövrünün də nəfslə mübarizəsi bu anlamdadır, bu mənadadır. Din əsas işini görəcək İmam Zaman dövründə. Duada var, deyirik, eynə muhyi məalimiddin. İmam Zamanı çağıranda deyirik, hanı dini marifi, dini məfhumları dirildən şəxs. Yəni, din hələ dirilməyib. Çünki din tam icra oluna bilmir bu zamanda. Dinin ancaq müəyyən hissələri icra olunur. Din o zaman diriləcək. Xatırlayırsınız, keçən həftə mən bu misalı çəkdim. Təyyarə nə üçündür? Təyyarə onun üçündür ki, insanları göyə qaldırsın. Amma siz təsəvvür edin ki, təyyarə dayanıb bir yerdə, biz gedib onun kölgəsində dayanırıq ki, gün bizə dəyməsin. Bugün dinin vəziyyəti belədir. Bugün dinin əsas işi bizi günahdan qorumaq olub. Amma din günahdan qorumaq üçün deyir, günahdan qorumaq birinci mərhələdir. Din gəlib ki, bizi daha ali dərəcələrə və zirvələrə çatdırsın. O işi İmam Zaman dövründə din görə biləcək. Düzdür, bu dövrlərdə də var. Az insanlar var ki, mühitdən azadlar, mühit onlara təsir qoya bilmir. Mən demirəm, bu bugün mümkünsüzdür. Amma o qədər çətindir ki, az insan var ki, mühit onlara təsir qoymur. Bizim kimi, mənim kimi adamlar elə bir ömür günahla mübarizə aparır, bir təhər hələ özünü qoruya bilsə böyük şeydir. Deyirik ki, uğurlu yaşadıq. Uğurlu həyat o həyatdır ki, adam bir təhər özünü günaha bulaşdırmıyor. Amma insan bunun üçün yaranmayıb. İnsan günahdan keçmə bir mərhələdir ki, onu keçib sürətlə irəliləməlidir. Amma bu zamanda az insanlara müəssər olur. Olur belə insanlar, bugün də var. İmam Zamanın qeybəti ilə zuhur arasında onlara heç bir fərq yoxdur. Onlara mühit heç bir təsir qoymur, onlar azad insandır. Və bugün də dindən maksimum yararlana bilirlər. Amma bu neçə nəfər adamdır? Çox az sayda insan. Əksəriyyət bunu bacarmır. Ayətullah Şahabadi mən oxuyurdum, deyir ki, bir neçə alimlər ona məktub yazanda həmişə o məktubları parça-parça eləyib cırıb atırdı. Oğlanları danışır ki, qoymurdu biz oxuyaq.
Bizə də maraqlı idi ki, niyə bu məktubları atır? Özü vəfat eləyəndən sonra deyir, biz onun şəxsi əşyalarına baxırdıq, bir məktub əlimizə düşdü, çatdırmayıb yəqin bunu cırmağa. Oxuyanda gördük, filan alim buna yazıb ki, İmam Zamanın huzuruna yetişəndə gələn dəfə xahiş edirəm, bu məsələni ondan soruşasınız. Belə də insanlar yaşayır, amma çətindir bu məqama çatmaq, belə mühitlərdə ki, İmam Zaman qeybdədir. Orada o dərəcələrə çatmaq çətindir. Bu sözlərdən danışırsan, düzdür, bəzi insanlar o saat bazar açır, hər üzr istəyirəm, yoldan keçən gəlir ki, İmam Zamanla görüşmə iddiasındadır filan, amma bu o deməkdir ki, bunu heç kəs bacarmayıb. Bəli, bir sıra insanlar bacarır, amma əksəriyyət bunu bacarmır. Əksəriyyət bunu eləyə bilmir. Keçən bəhsin xülasəsini danışırıq, gələk bu yerə çataq ki, biz bugünkü gündə ki, yaşayırıq belə bir dünyada, nədən narazı olmalıyıq? Bir İmam Zaman gəlsin, düzəltsin. Nəyi düzəltsin? Problem nədədir? Problem nədədir? Müasir dünyanın əsas problemi nədir ki, İmam Zaman gəlib onu düzəldəcək? Keçən dəfə dedi, bəziləri deyir ki, insanların yanlış fikirləridir. Bəziləri deyir, əxlaqsızlıq, fəsad. Bunlar hamısı öz yerində. Amma dediyi ki, bunların arxasında bir ana səbəb var ki, o səbəb başqa bütün pislikləri doğurur. O nədir? Yadınızdadırsa, xatırlayırsa dedim, bu tağutdur. Tağut nədir? Tağut yəni qeyri-ilahi düzən, sistem ki, dünyaya hakimdir. Bu dünyaya hakim olan o düzən əsas günahkardır. İmam Zaman gəlib o düzəni aradan aparacaq. Və nəhayət keçən dəfəki sualıma gəlib çıxıram. Bəs necə aradan aparacaq? Niyə o işi gəlib indi görə bilmir? Nəyə gözləyir? Niyə o zuhur gecişir? Mənə ümumi cavablar bəziləri zəng gelib deyirlər ki, cəmaat hazırdır ona görə. Bildik hazırdır, amma bu ümumi cavabdır. Nəyə hazırdır cəmaat? Nəyə hazırdır? Nəyə hazır olmalıdırlar ki, o işi görə bilsin? Buna istəyirəm diqqət eləsin, sözümün əsas bəhsin əsas məğzi budur. Bundan sonra sözümü tamamlayacağım. Cəmaat indi nəyi başa düşə bilməyib hələ? Cəmaat bir şeyi başa düşə bilməyib. Bugün dünya insanları, bəşəriyyətdən, bütün dünyadan danışırıq. Ayrı ölkədən yox, hansısa bir ölkədən yox. Bu ümumbəşəri məsələlərdir. Cəmaat hələ insanlar, bəşəriyyət bunu başa düşməyib ki, bugünkü bəlaların kökündə düzən dayanır. Düzən, sistem, günahkar sistemdir. Bunu başa düşməyib. Cəmaat zülümləri görür. Zülmü görmək çətindir, asandır. Dünyada görürsünüz nə qədər insanların nahaq qanı tökülür. Hər gün açırsan deyir, Kərbəlada partlayış olub. Hər gün açırsan görürsən ki, insanlar ölür. Bir ölkənin torpağı işğal olunub. Öz ölkəmizin torpağı neçə ildir işğal altındadır. Bu zülümləri hamı görür. Və etiraz da eləyirlər. Bir də görürsən filan ölkədə, Avropa ölkəsində filan məsələyə etiraz olur. Dünyada insanlar bu zülümlərə də etiraz eləyir. Amma problem nədədir? Problem bundadır ki, zülmün özünü görür, onun kökü nədir onu başa düşmür. Bilmirlər ki, bu zülmün kökü bu düzəndir, bu kapitalist sistemdir. Liberal demokratiyadır. Bunun kökündə dayanan budur. İkinci Dünya müharibəsi niyə baş verdi? Nəticəni görürük ki, nə qədər, neçə milyon adam öldürüldü orada, öldü. Ən böyük itki verən müharibədir insan, bəşər tarixində. Ən çox itki olan müharibə 2-ci Dünya müharibəsidir. Amma axtaraq görək kökü nə idi? Kökü ideologiya idi. Faşizm, nasional sosializm. Bu ideologiya səbəb oldu ki, bu belə bir bəşəriyyət, belə bir böyük bir müharibəyə cəlb olundu, müxtəlif ölkələr. Və ondan sonra insanlar bunu başa düşdü, oldu ki, faşizmi qadağan olunmuş əqidə elan elədilər. Çünki gördülər bu faciənin kökündə tərz təfəkkür dayanır. Təkcə zülmü görmək, müharibəni görmək hünər deyil. Müharibənin səbəbi nə idi? Səbəbi o məktəb idi. Bir irqin digərlərindən üstünlüyünə əsaslanan məktəb, tərz təfəkkür. Bugün də insanlar zülmü görür, amma hələ müəyyən eləyənməyiblər ki, yol səhvdir deyə vəziyyət belədir. Bugünə qədər gəldiyi yolun səhvliyini başa düşməyiblər. Zülm nəticədir, insan ölümü nəticədir.
torpaq işğalı nəticədir. Nəyin nəticəsidir? Səhv gedilmiş yolun nəticəsidir. Peyğəmbərlərin təlimi kənara düşüb, ayaq altına atılıb, yanlış düzən yaranıb, o düzənin acı nəticələridir bunların hamısı. Onu insanlar gərək başa düşsün. Hədisdə var, bütün məktəblər öz acizliyini etiraf eləyəndə İmam Zaman zuhur eləyəcək, hədisdədir. Bütün insanları idarə eləyən məktəblər, əqidələr, əllərini təslim olaraq, əlini qaldıracaqlar ki, biz təslim, biz bacarmadıq, o zaman İmam Zaman zuhur eləyəcək. Necə kommunistlər təslim oldular, yaşadıq o dövrü. Kommunistlər təslim oldular. Bir totalitar rejim idi, nə qədər insanlar repressiyalara məruz qaldı, nə qədər faciələr oldu. Bir nəfər gəldi, dedi, mən islahat yolu ilə vəziyyəti dəyişəcəm, yenidən qurma elan elədi. Amma başa düşdü insanlar ki, yox, bu sistem xarabdır. Bunun islahata imkanı yoxdur. İslahat mümkün deyil. Sistemin nəticəsidir bu zülmlər. Onu insanlar başa düşəndə çöktü, dağıldı. Etiraf elədi ki, mən bacarmadım. Danışdığım sözlər hamısı yanlış imiş. Bugün dünyanın əsas problemi insan haqqında olan tərz təfəkkürdür. Qərb dəyərləri insanı necə tərif edir? Deyir, insan birinci bundan başlayır ki, mənfəətpərəst bir varlıqdır. İnsan dünyaya gəlib ki, öz mənfəətini təmin eləsin. Bu insanın tərifindən başlayır. Və hətta dəyərləri də belə tərif eləyir. Deyir, azadlıq niyə görə lazımdır? Deyir, mən niyə görə kiminsə azadlığına hörmət qoymalıyam? Ona görə ki, mən onun azadlığına təcavüz eləsəm, o da mənə təcavüz eləyəcək. Nəticədə mənafeyim təhlükə altına düşəcək. Öz mənafeyimə görə məcburam onun azadlığına hörmət eləyəm. Hətta azadlıq kimi bir dəyər insan mənafeyi kontekstində tərif olunur. İnsan mənafeyi və insan mənfəəti bu əqidənin mərkəzi nöqtəsidir. Bugünkü insanlar zülmü görür. Amma yaddan çıxardır ki, bu zülmün kökündə nə dayanır? Bu dünya görüşü dayanır. Bu sərmayədar nizam dayanır. Görürsünüz, Amerikada insanlar etiraza başlayıblar və kapitalistləri qınayırlar ki, kapitalizm bunun əsas səbəbidir. Kapitalistlər, bu artıq yolun başlanğıcıdır. Bunu artıq dərk eləməyə başlayıblar. Bir-bir o dəyərləri təhlil eləyə görəcək ki, bu fəsadın kökündə məktəblər dayanır. Feminizm bir məktəbdir ki, qadınla kişi eynidir. Qadınla kişi eynidir. Əslində, ədalətlə eynilik fərqli şeylərdir. Bir var deyəsən, ədalət, bir də var müsavat. Müsavat yəni eynilik. Ədalət hər şeyin öz yerində olması. İş belə gətirib deyirlər ki, qadınla kişinin heç bir fərqi yoxdur. Ailədə başçı yoxdur ümumiyyətlə. Belə hamı başçıdır. O dəfə mən dedim ki, artıq belə bir nəticəyə gəlmişdilər ki, kişilərə də uşaq doğulanda dekretə icazə versinlər ki, getsin uşağa baxmaq üçün. Bu həqiqətdir. Yəni, bu fərq tamam silinsin. Bu bir dənə nəzəriyyədir ailə barəsində. Diqqətlə təhlil eləyəndə sən görəcəksən ki, dünyada baş verən, hətta müharibələrin səbəblərindən biri də ailəyə bu cür yanaşmadır. Bu ailədə böyüyən uşaq hissiz, atifədən, hissdən məhrum, etinasız bir varlıqdır. Mən o dəfə dedim sizə, bir fransız deyirdi ki, Azərbaycanda ən çox xoşladığım şey, müsahibəsini mən oxuyurdum, deyir, ən çox xoşladığım şey sizin ailə nizamınızdır. Biz bunu əldən vermişik. Bizdə deyir, qanunla ana uşağını nəvaziş eləsə cinayət məsuliyyətinə cəlb oluna bilər, ən azından inzibati məsuliyyətə cəlb oluna bilər. Bir qanun ki, anaya uşağına nəvaziş eləməyə qadağan eləyir, o qanunla tərbiyə olunan uşaq nə olacaq? Ailədə nəvaziş görməyən, qayğı görməyən uşaq hissiz bir varlıq olacaq, onda ona fərq olmayacaq ki, dünyada kimin qanı tökülür, kim kimi nə zülm eləyir, ona fərq olmayacaq. Görürsən, bir dənə ailə ilə bağlı nəzəriyyə, fikir səhvi gəlir, böyük bir ictimai fəsada səbəb olur. Mən bunu nümunə üçün, misal üçün dedim. Bu tərbiyə konsepsiyası var İslamın, eşitmişsiniz, 7 yaşa qədər deyir, uşaq şahdır evdə. Nə istəyir, qoy eləsin. 7 yaşdan 14 yaşa qədər uşaq quldur evdə. Sən nə deyəcəksən, o eləyəcək. 14-dən 21-ə qədər isə daha sonra uşaq müşavirdir, vəzirdir.
Onunla məşvərət eləyəcəksən. Deyirlər, bu insanın quruluşu ilə bağlıdır. İnsanın gördüyü işlər 3 cür işdir. Birinci, o işlərdir ki, ürəyi nə istəyir, onu eləməlidir. Dində buna icazə verir. Məsələn, yemək yeyir, hansı yemək istəyir, yesin. Bir sıra işlər var ki, biz ürəyimiz istəyəni eləməliyik orada. O 7 il bunun üçündür ki, bu hissi bizdə tərbiyə eləsin. Bir sıra işlər var, yox, biz itayət eləməliyik. Bizə nə deyirlər, onu eləməliyik. Məsələn, namaz 17 rükətdir. Biz itayət eləyib o namazı icra eləməliyik. İkinci 7 il bu bəndəliyi öyrədir uşağa. Qanuna itayəti öyrədir. Əmrə tabeçiliyi öyrədir. Və bir sıra işlər var, biz ağlımızla onu görürük. Məsələn, mən harada gedim işləyim? Seçim eləyirik. Harada oxuyum? Ağılla. O 3-cü 7 il və ondan sonraki dövrdə bunun üçündür insana. Görürsən, ailə haqda olan konsepsiya insanın quruluşuna uyğundur. İnsanın ictimai həyatına uyğundur. Bu misalları çəkməklə bunu demək istəyirəm ki, insan nə zaman başa düşsə, bugün bəşəriyyət başa düşsə ki, bugünkü bəlaların kökündə düzənin səhvliyi dayanır. Yanlış tərz təfəkkür, yanlış məktəb dayanır. Təkcə zülmü görmək hünərdir, zülm gözlə görünür artıq. Yenə də deyirəm, qan dizə çıxıb, görün nə qədər günahsız insan gündə öldürülür. Bunu görmək hünərdir. Hünər budur ki, görəsən bu nəyə görə belə olur? Nəyin səbəbindən belə olur? Nəyin nəticəsidir? Bax, onu insanlar başa düşəndə İmam Zaman zuhur eləyəcək. Nə zaman ki, bəşəriyyət bunu başa düşdü. Siz deyə bilərsiniz ki, onda bu neçə ilə insanlar bunu başa düşər, amma ki, Allah deyir, axirət zamanda hadisələrlə yardım göstərəcək. Get-gedə hadisələr özü mahiyyəti açıb qoyacaq ortaya. Hadisələr sürətlə cərəyan eləyəcək. Artıq 5 il bundan qabaq başa düşmədiyi şeyi 5 il keçib insanlar başa düşür. Çox sürətlə. Çünki hadisələr onların iç yüzünü açıb ortaya qoyur. Onların kimliyini açıb ortaya qoyur. Get-gedə hadisələrlə Allah bu işin baş verməsinə zəmin yaradacaq və yardımcı olacaq. Mən bilmirəm nə dərəcədə sizə aydın şəkildə bu fikri ifadə eləyə bildim. İmam Zaman ağanın zuhuru o zaman gerçəkləşir ki, insanlar dünyada baş verən fəsadın və bu qətillərin, zülümlərin kökündə nə dayanır onu başa düşsünlər. Onu başa düşdükdən sonra artıq zuhur həyata keçəcək inşallah.